Enneagram tipləri haqqında məlumat verəcəyimiz YouTube videomuzun 5-ci bölümünə xoş gəlmisiniz. Bugün sizinlə Enneagramın 4-cü tipinin əsas xarakteri xüsusiyyətlərindən danışacağıq. Və gəlin görək, sizdə də bu xarakteri xüsusiyyətlərdən hər hansısa biri varmı? Hamının ətrafında özünün biraz fərqli olduğunu düşünən insanlar var. Amma Enneagram tip 4 üçün bu sadəcə bir düşüncə deyil, bu bir həyat tərzidir. Tip 4-lər uşaqlıqdan bəri belə bir düşüncə içində olurlar ki, mən hamı kimi deyiləm, insanlardan fərqliyəm. Və bu fərqlilik isə onları həm çox yaradıcı, həm də çox həssas eləyir. Bu insanlar üçün ən böyük ehtiyaclardan biri anlaşılmaqdır. Amma ən böyük paradoks da burada budur ki, onlar çox vaxt ətrafındakı insanlar tərəfindən heç anlaşılmadıqlarına inanırlar. Məsələn, onlar dost qruplarının içərisində belə özlərini tək hiss eləyə bilərlər. Çöldən çox sakit görünsələr belə onların daxilində davamlı düşüncə, hiss və analiz gedir. Tip 4-lərin diqqət çəkən tərəflərindən biri emosional dürüstlükdür. Onlar saxta davranışları sevmirlər. Onlar üçün süni münasibətlər, məcburi pozitivlik və hissləri gizlətmək yorucu gəlir. Əgər özlərini duyğusal hiss edirlərsə, bunu göstərməyə və yaşamağa çalışırlar. Çünki onlar üçün hisslərdən qaçmaqdansa onu yaşamaq daha realdır. Əziz 4-lər, emosiyalar sizin üçün sadəcə bir hiss deyil, kimliyinizin bir hissəsidir. Tip 4-lərin başqa xarakteri xüsusiyyətlərdən biri isə özlərini başqaları ilə müqayisə etmələridir. Bu isə onlarda bu cür avtomatik düşüncələrin yaranmasına gətirib çıxara bilir. Mənim də həyatım elə olardı. Yaxud da niyə hamı öz yerini tapıb, amma mən tapa bilmirəm kimi avtomatik düşüncələr formalaşdırır. Bu isə onları melanxolik və özlərinə qarşı sərt edir. Ən böyük qorxularından biri isə adi olmaqdır. Çünki onlar davamlı fərqli olmağa çalışırlar. İstər geyim tərzlərində, istər musiqi zövqlərində, istərsə də düşüncə tərzlərində. Çünki belə olmadıqları zaman insanlar tərəfindən görünmədiklərini düşünürlər. Onlar isə insanların onların dərinliyini görməyini istəyirlər. Bu fərqli xarakterli insanların ən güclü tərəflərindən biri isə inanılmaz empatiya qabiliyyətlərinin olmasıdır. Onlar bir insanın üzünə baxdıqlarında belə o insanın yaxşı olub olmadığını həmən hiss eləyib anlaya bilirlər. Yaradıcı zəkaları onların daxili dünyasını zənginləşdirir. Hiss etdiklərini sənətə çevirə bilirlər. İnsanların demək istədiklərini onlar şəkillə, musiqi ilə və yaxud da hər hansı bir sənət əsəri ilə ifadə etməyə çalışırlar. Tip 4-lərin də güclü tərəfləri olduğu kimi zəif tərəfləri də vardır. Zəif tərəflərdən biri isə onların emosiyaların içində itib qalmalarıdır. Onlar çox vaxt keçmişdə qalırlar və həyatı hal-hazırki dönəmi yaşamaq yerinə hisslərin içində yaşayırlar. Hətta onlar kədərlərini buraxmaq da istəmirlər. Çünki bu hüznü həyatlarının bir parçası hesab edirlər. Əziz 4-lər, ruhunuz hər bir hissi adi insanların görə bilmədiyi rənglərlə yaşayır. Və unutmayın ki, gücünüz fərqli görünməkdə deyil, insanların sadəcə yaşayıb keçdiyi hissləri həqiqətən hiss eləyib yaşamağınızdadır. Növbəti Enneagram tipləri ilə tanış olmaq üçün kanalımızı takip etməyi unutmayın və əgər bu xarakteri xüsusiyyətlərdən ətrafınızdakı insanlarda da görürsünüzsə, onunla da paylaşa bilərsiniz. Növbəti videolarda görüşənədək.